hamilə vaxtı kişilər qadınlara daha çox xəyanət edirlər. Bu, yəni siz dediyiniz psixoloji anlarla bağlıdır, yoxsa digər məsələlər də var hansı ki biz bilmirik? Kişi xəyanət eləməsi ümumiyyətlə qadının hamiləlik devri ilə əlaqəli deyil. Ola Amma həmin bilsin vaxtda ki, daha çox olur axı, o statistika onu göstərir. ola bilsin ki, o xanım, hamilə xanım öz davranışındamı, onların ikilərinin arasında olan vəziyyətdənmi, hansısa bir bayaqki dediyimiz kimi qorxur ki, nəsə bir zərərli bir şey olar, bəlkə ona görə, amma ki, xəyanətin bura heç bir atnaşenyası yoxdur.